Deməli uşaqlar, biz keçən dəfə sizinlə Dağlıq Şirvan iqtisadi rayonunda qalmışdıq. İqtisadi rayonların ümumi səviyyəsinə baxırdıq. Amma biz başlayaq yavaş-yavaş digər yoldaşlar da qoşularlar. Ekranı deməli yan eləyin ki, telefon ekranını yan tutun ki, xəritələri və sairə yaxşı görəsiz. Biz deməli Dağlıq Şirvan iqtisadi rayonunu qeyd edəcəyik növbəti dəfə. Tərkibinə daxildir. Deməli inzibati rayon olaraq biz İsmayıllını, Ağsunu, Şamaxını və Qobustan deməli inzibati rayonlarını qeyd edirik ki, tərkibinə daxil olan rayonlar siyahısına daxildirlər. Sahəsi biz deməli 6,13 min kvadrat kilometr qeyd edirik Dağlıq Şirvan iqtisadi rayonunu və əhalisi isə biz cəmi deməli 324 min deməli əhalisinin olduğunu biz qeyd edirik ki, 2021-ci ilin statistikasına əsasən. Deməli biz burada Dağlıq Şirvan iqtisadi rayonunda adından da gördüyümüz kimi ərazidə dağlıq deməli fiziki olaraq dağlıq ərazilər daha çox üstünlük təşkil edir və bu da Dağlıq Şirvan iqtisadi rayonunun deməli bura üçün əlverişli bir şəraitin olmamasına deməli gətirib çıxarır. Deməli burada biz Respublika tabeliyi şəhər qeyd eləmirik və dedik ki, 4 inzibati rayon daxildir Dağlıq Şirvan iqtisadi rayonunun deməli tərkibinə. Biz burada deməli ümumən belə qeyd eləyək ki, deməli biz burada Dağlıq Şirvan iqtisadi rayonunda deməli sahəsini qeyd elədik 6,13 min kvadrat kilometr. Tərkibinə biz dedik Şamaxı, İsmayıllı, Ağsu və Qobustan inzibati rayonları daxildir və ərazisi də əsasən deməli dağlardan ibarətdir. Həmin buradakı dağların yəni çox olması səbəbilə biz burada nəqliyyat probleminin olduğunu qeyd eləyəcək ki, hansı ki bu iqtisadiyyat inkişafına öz zərərini toxundurur. Burada əsas biz ehtiyatlardan qeyd eləyəcək ki, baxın gördüyünüz kimi yanar şist, daha sonra tikinti materialları, mineral sular, iqlim deməli balneoloji ehtiyatlar biz burada qeyd eləyəcək və bir də burada digər iqtisadi rayonlarda bəzilərində olduğu kimi meşələrin də olduğunu biz qeyd edirik ki, bu deməli turizmdə, yəni turizm potensialını özündə cəmləşdirir. Və burada deməli kənd təsərrüfatı sahələrinə biz indi nəzər yetirək. Baxın gördüyünüz kimi İsmayıllıda və Şamaxıda biz üzümçülüklə qeyd edirik. Hansı ki bu üzümçülük həmin bu ərazilərdə deməli şərabçılığın inkişafına gətirib çıxarmışdır. Daha sonra biz burada yazdıq taxılçılığı görürük. Pambıqçılığı biz Ağsuda qeyd eləyəcəyik. Deməli, əksər iqtisadi rayonlarda olduğu kimi burada da bostan tərəvəz məhsulları, kartofçuluq gördüyünüz kimi dağlıq ərazilərin əksəriyyətində mövcuddur. Meyvəçiliyi qeyd edirik, baramaçılıq və arıçılığı biz qeyd edirik ki, hansı ki burada biz dağlıq ərazi olduğu üçün deməli arıçılığın inkişafına böyük potensialın olduğunu qeyd eləyirik. Və daha sonra biz burada deməli maldarlıq və qoyunçuluğu da qeyd edirik ki, əsasən südlü ətli maldarlıq və qoyunçuluğun da inkişaf etmə səbəblərindən biri həmin bu ərazilərdə biz deməli yaylaqların olduğunu qeyd eləyirik və demişdik ki, yaylaqlar əsasən dağlıq ərazilərdə, qışlaqlar isə düzən ərazilərdə deməli mövcuddur. Daha sonra biz burada deməli baxın gördüyünüz kimi ərazidə şərab, süd məhsulları və pendir kimi deməli məhsullar emal edilir və biz bu iqtisadi rayonda baxın əsasən xalçaçılığı Şamaxı rayonunda, daha sonra biz ipəkçiliyi Basqalda, baxın gördüyünüz kimi ipəkçilik Basqalda, miskərlik Lahıcda, deməli biz Lahıc kəndində miskərliyi, yəni belə deyim, mislə məşğul olan şəxslərin mövcudluğunu burada qədim sənətkarlıq sahələri kimi
qeyd eləyirik. Və burada sənaye müəssisələrindən baxın gördüyünüz kimi üzümün ilkin emalı, şərab zavodları biz Şamaxıda, Ağsuda və İsmayıllıda qeyd eləyəcəyik. Və burada əsas avtomobil yollarından hansı avtomobil magistral yolları buradan keçir? Gördüyünüz kimi Bakı, Şamaxı, İsmayıllı, Balakən magistral yolunun buradan keçməsi deməli ərazinin belə deyək dağlıq olması səbəbilə çox az deməli avtomagistral yolun və digər dəmir yol və sairə kimi yolların buradan keçməsinə səbəb olur. Əsas mərkəzdə biz qeyd eləyəcəyik ki, Şamaxı deməli şəhəridir. Biz burada kənd təsərrüfatında suvarma yox, dəmiyə əkinçiliyini qeyd eləyirik. Dəmiyə əkinçiliyini biz burada qeyd edirik. Arıçılığı biz və baramaçılığı biz burada qeyd elədik və taxıl və üzümün də burada mövcud olduğunu qeyd elədik və əsasən də deyirik ki, burada dəmiyə əkinçiliyindən istifadə olunur. Aha. Daha sonra biz keçək deməli Gəncə, Daşkəsən iqtisadi rayonu haqqında. Biz burada deməli Gəncə, Daşkəsən iqtisadi rayonunu qeyd eləyirik. Baxın gördüyünüz kimi sarı rənglə verilən ərazilər biz Gəncə, Daşkəsən iqtisadi rayonu kimi qeyd eləyəcəyik. Tərkibinə daxil olan inzibati rayonları biz sayaq. Deməli, burada Daşkəsən, baxın Daşkəsən, daha sonra Göygöl, Goranboy, Samux inzibati rayonlarını qeyd eləyəcəyik ki, həmin bu Gəncə Daşkəsən iqtisadi rayonunda yerləşir. Gəncə və Naftalan isə biz qeyd eləyəcəyik ki, şəhər statusunu daşıyır və hər ikisi Respublika tabeli deməli şəhərlər siyahısına daxil deyil. Sahəsini biz qeyd eləyəcəyik ki, Gəncə Daşkəsən iqtisadi rayonunun sahəsi 5,27 min kvadrat kilometr, əhalisinin sayı isə 600 min nəfərdən, yəni çoxdur. 600 min nəfərdən çoxdur 2021-ci ilin statistikasına əsasən. Və bu Gəncə Daşkəsən iqtisadi rayonu biz bilirik ki, mühüm bir iqtisadi rayonlardan sayılır. Həm oradan keçən deməli avtomobil və sairə yolların mövcudluğu, həm də orada olan təbii ehtiyatların biz həmin bu iqtisadi rayonun mühüm Azərbaycanda yer tutduğunu qeyd edirik. Naftalanda biz deməli qeyd edirik ki, Naftalan şəhəri də Respublika tabeli şəhərlərdəndir və dünyada yeganə yanmayan neftin olduğu deməli Naftalan şəhərində, yəni həmin bu neft mövcuddur. Gəncə şəhərini isə biz qeyd eləyəcəyik ki, deməli nəqliyyat qovşaqlarından Gəncə şəhəri sayılır. Digər biz nəqliyyat qovşaqlarını biz demişdik ki, Bakı, daha sonra Şirvan şəhəri, Yevlax şəhəri və Gəncə şəhərini biz qeyd eləmişdik ki, bunlar Azərbaycanda 4 dənə nəqliyyat qovşağı sayılır. Və buradan keçən biz deməli avtomagistral, daha doğrusu ümumiyyətlə nəqliyyatlardan, baxın, burada biz Bakı-Ağstafa deməli avtomobil yolunu, həmçinin deməli dəmir yolunu və beynəlxalq əhəmiyyətli Tiflis-Ceyhan, Bakı-Tiflis-Ceyhan və Bakı-Tbilisi-Fars deməli neft boru və dəmir yollarını biz qeyd edirik. Və biz burada əsas rayonlardan biri sayılan Daşkəsən rayonunu xüsusilə qeyd eləməyik ki, burada deməli filizin hasilatı burada mövcuddur. Həmçinin burada mərmər ehtiyatları da mövcuddur. Alunit yataqları dünyada biz bilirik ki, dünyada deməli mühüm yola, yəni mühüm əhəmiyyət kəsb edir və həmin alunit yatağı da zəylik adlanır. Deməli, biz daha sonra qeyd eləyəcəyik ki, deməli Göygöldə barit yatağı mövcuddur. Göygöldə biz barit yatağını qeyd eləyirik və daha sonra burada yanmayan nefti də qeyd elədik.
İndi baxaq biz həmin bu deməli Gəncə-Daşkəsən iqtisadi rayonunun xüsusiyyətlərinə. Aha. Deməli bu Gəncə-Daşkəsən iqtisadi rayonu biz qeyd elədik ki, sahəsi 5,27 min kvadrat kilometr. Tərkibində biz Gəncə və Naftalan şəhərlərini qeyd elədik. İnzibati rayonlardan isə Daşkəsən, Goranboy, Samux və Göygöl inzibati rayonlarını biz qeyd elədik. Burada olan deməli təbii ehtiyatlardan baxın gördüyünüz kimi deməli biz dəmir filizini Hamançayda gördüyünüz kimi, alnit zəlik yatağı, qızıl mis, əhəng daşı, mərmər biz Daşkəsəndə qeyd elədik. Gipsi biz yuxarı Ağcakənddə qeyd edirik ki, həmin bu iqtisadi rayonun mühüm ehtiyatları sayılır. Həmçinin burada biz tikinti materiallarını, deməli yüngül sənayeni, məsələn pambıq təmizləmə, xalçaçılıq və qida sənayesini də qeyd eləməliyik ki, həmin bu iqtisadi rayonun deməli əsas belə deyək göstəricilərindən bunlar qeyd olunur. Daha sonra biz burada baxın gördüyünüz kimi kimyanı, qara və əlvan metallurgiya sənayələrini, qara metallurgiyada biz Daşkəsən və Dağ Mədən Kombinatını, əlvan metallurgiyada isə Gəncə Alüminium Zavodunu biz qeyd eləməliyik. Və həmin bu Gəncədə alüminium zavodunda deməli alüminium istehsalının birinci mərhələsi, baxın gördüyünüz kimi birinci mərhələsi həyata keçirilir və həmin bu birinci mərhələdə alüminium oksidi istehsal olunaraq hazır məhsulun alınması üçün deməli Sumqayıtda yerləşən alüminium zavoduna göndərilir. Və həmin bu alüminiumdan da biz, həmin bu alüminium məhsulundan da baxın Türkiyə, İtaliya, Misir, Polşa kimi ölkələrin deməli həmin bu ölkələrə deməli ixrac olunduğunu qeyd eləyirik. Yəni həmin bu ölkələr tərəfindən idxal edilir. Kənd təsərrüfatında biz qeyd elədik ki, üzümçülük, taxılçılıq, kartofçuluq, pambıqçılığı biz Goranboyda qeyd edirik. Burada deməli enerji olan tələbatı Yenikənd su elektrik stansiyası və Gəncə istilik elektrik stansiyası hesabına ödənildiyini qeyd edirik. Naftalan müalicəvi neftini də biz qeyd elədik və turizm istirahət mərkəzlərində mövcudluğunu qeyd elədik. Biz burada daha sonra əhalisinin 600 min nəfərdən çox olduğunu dedik və təbii artım, baxın burada görürsünüz ki, təbii artım burada aşağı deməli sayılır. Və ərazisindən keçən, baxın Bakı-Qazax dəmir və avtomobil yolunu, Gəncədə biz beynəlxalq hava limanını qeyd eləyirik. Hava limanı olan şəhərlərdən biri də Gəncədir. Bakı-Ceyhan, Bakı-Subsa neft kəmərləri, Tanap, Bakı-Ərzurum qaz kəmərlərini və yəni bu ikisini biz burada qeyd eləyirik və bir də qeyd elədik ki, Gəncə şəhəri nədir? Əsas nəqliyyat qovşaqlarından biri sayılır. Daha sonra biz keçək Qazax-Tovuz iqtisadi rayonuna. Biz deməli Qazax-Tovuz iqtisadi rayonunda baxın gördüyünüz kimi narıncı rənginə işarə olunub. Tərkibində olan inzibati rayonları biz sayaq, Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy deməli inzibati rayonları həmin bu Qazax-Tovuz iqtisadi rayonuna daxildir. Sahəsi 7,3 min kvadrat kilometr. Sahəsi 7,3 min kvadrat kilometr, əhalisinin sayı isə biz 690 min nəfər deməli qeyd eləyirik. Əslində 687-dir 2021-ci il statistikasına əsasən, indi isə bir qədər artmış biz bunu qeyd eləyirik. Daha sonra biz burada deməli iqtisadi rayon olaraq dedik ki, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy deməli həmin bu inzibati rayonlardan ibarətdir. Və xüsusiyyətlərinə biz nəzər yetirək. Deməli, həmin bu ərazidən Gəncə, Qazax kimi, yəni ikisi də qonşu olduğu üçün Bakı-Tbilisi-Ceyhan, Bakı-Subsa neft kəmərləri, Tanaf və Bakı-Ərzurum qaz kəmərləri, həmçinin Bakı-Tbilisi-Qars dəmir yol xətti
buradan keçdiyini biz qeyd edirik. Və həmin bu iqtisadi rayonda baxın Qızıl, deməli Gədəbəydə Qoşa yatağında, Mis burada Gədəbəydə Qaradağ yatağında, Əhəngdaşı var, Bentonitgili var, Daşsalaqlı kəndində. Bentonitgilindən biz deməli metallurgiyada qəlib kimi istifadə olunduğunu qeyd edirik. Daha sonra biz burada Seolisgilini Ağdağda, daha doğrusu Ağdağ deməli yatağında və digər ehtiyatlar burada mövcuddur. Dağ mədən sənayesi mis və qızıl olduğu yerdə biz bilirik ki, deməli mövcud olur və biz qızılın deməli dünya bazarına ayrım brendi adı altında çıxarıldığını bilirik. Və burada kənd təsərrüfatından biz üzümçülüyü, kartofçuluğu, əsasən də Şəmkirdə, taxılçılığı, heyvandarlıq və digər sənayelerin ixtisaslaşdığını görürük. Həmçinin də biz burada son dönəmlərdə deməli şəkər çuğundurunun artdığını, yəni əkin sahələrinin artdığını qeyd eləyəcəyik. Və biz burada Gədəbəydə deməli mis zavodu olduğu üçün, Gədəbəydə mis olduğu üçün, belə deyim, mis ehtiyatı olduğu üçün Azərbaycanda ilk dəfə SES demişdik ki, Gədəbəyin Bala kəndində deməli həmin bu mis zavodunun belə deyək fəaliyyəti ilə əlaqədar tikilmişdir Gədəbəyin Qala kəndində. Daha sonra həmin bu deməli iqtisadi rayon enerji olan tələbatını Şəmkir çay su elektrik stansiyası vasitəsilə ödəyir. Biz daha sonra baxacağıq deməli Qarabağ iqtisadi rayonuna. Qarabağ iqtisadi rayonuna nəzər yetirək. Deməli bu da yeni yaradılan iqtisadi rayonlardandır. Gördüyünüz kimi qırmızı rənglə işarə olunub. Tərkibinə daxil olan deməli biz inzibati rayonlardan Ağcabədi, Ağdam, deməli Ağcabədi, Ağdam, Bərdə, Xocalı, Xocavənd, Füzuli, Şuşa və Tərtər inzibati rayonlarını biz qeyd edirik. Xankəndi və deməli Şuşa şəhərləri, baxın Xankəndi və Şuşa şəhərləri nədir? Bunlar Respublika tabeli 2 şəhər sayılır. Və bunun xarici ölkə ilə sərhəddi təkcə Füzuli rayonu vasitəsilədir. Gördüyünüz kimi Füzuli rayonu vasitəsilə İranla sərhəddə malikdir. Digər biz bayaqki iqtisadi rayonlardan baxın Gəncə Daşkəsən həm Ermənistan, həm Gürcüstanla, deməli Samux vasitəsilə Gürcüstanla, Daşkəsən vasitəsilə də Ermənistanla sərhəddir. Qazax Tovuz isə o da həmçinin həm Ermənistan və həm də Gürcüstanla sərhəddə yerləşən deməli iqtisadi rayonlardan sayılır. Burada baxın gördüyünüz kimi Qazax, Ağstafa və Tovuz həm Ermənistan, həm də Gürcüstanla olan sərhəddə olan rayonlardır. Və biz deyək ki, Qarabağ deməli təkcə Füzuli rayonu vasitəsilə İranla deməli sərhəddə malikdir və biz burada deməli sənayesindən Ağdamda, baxın Ağdamda sənaye parkını bilirik ki, belə deyək, fəaliyyətə başlayıb və biz burada deməli Tərtər çayı üzərində, baxın Tərtər çayı üzərində Sərsəng su elektrik stansiyasının və həmçinin işğaldan azad olan Suqovuşan su elektrik stansiyasını biz qeyd eləyəcəyik. Burada dağlıq ərazi, həm də düzən ərazilər olduğu üçün kənd təsərrüfatının, həm də turizmin inkişafında böyük potensial vardır. Füzulidə biz deməli qeyd eləyəcəyik hava limanını artıq fəaliyyətə başlayıb, Füzuli hava limanını və həmçinin biz burada Füzulidən Şuşaya zəfər yolunu qeyd eləməliyik. Baxın, Füzulidən Şuşaya zəfər yolunu keçir deməli Füzuli, Xocavənd, Xankəndi və Şuşa deməli ərazilərindən və həmçinin biz burada deməli Xankəndidən Yevlaxa, yəni baxın burada Yevlaxdan Xankəndiyə gəlmək üçün dəmir yolunu da deməli istifadəyə verildiyini biz qeyd eləməliyik. Biz burada Qarabağ iqtisadi rayonunda baxaq, deməli tərkibində olan rayonları biz saydıq. Xankəndi və Şuşa şəhərləri də biz qeyd elədik ki, Respublika tabeli şəhərlərdir. Sahəsini biz qeyd eləmədik, 8,99 min kvadrat kilometr, əhalisinin sayı isə
deməli 9000-dən, yəni 2022-ci il statistikasına görə 9000-dən çoxdur. Aha, biz Zəfər yolunu qeyd elədik. Deməli, Şuşa 2023-cü ildə Türk dünyası mədəni paytaxtı seçilib. Füzulidə biz hava limanını qeyd elədik və həmçinin burada belə deyək, açılması gözlənilən Zəngilan dəhlizinin də buradan keçəcəyini biz qeyd edirik. Suqovuşan 1, Suqovuşan 2 su elektrik stansiyalarını, həmçinin Sərsəng su elektrik stansiyasını da Tərtər çayı üzərində biz qeyd edirik. Aha, biz burada Ağdam Sənaye Parkında qeyd elədik və burada mərmər, sement xammalı və tikinti daşı kimi təbii sərvətlərin də olduğunu qeyd edirik. Daha sonra gəlir yeni iqtisadi rayonlardan sayılan Şərqi Zəngəzur iqtisadi rayonuna biz baxaq. Baxın, gördüyünüz kimi Şərqi Zəngəzur iqtisadi rayonu tərkibinə daxil olan rayonlar, inzibati rayonlar Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilan inzibati rayonları daxildir. Və bu, deməli, həm İran, həm Ermənistanla sərhəddə yerləşir. Baxın, gördüyünüz kimi burada Cəbrayıl təkcə İranla, digər rayonlar isə Ermənistanla sərhəddə yerləşir. Zəngilan deməli, rayonu isə həm Ermənistan, həm də İranla sərhəddə yerləşən rayonlardan sayılır. Həmçinin Zəngilanda biz nə dedik? Zəngilanda biz deməli hava limanının tikintisinə başlandığını qeyd edirik. Laçında biz deməli qeyd edirik ki, baxın, Laçında deməli su elektrik stansiyaları var. Güləbird su elektrik stansiyası yerləşir Laçında. Kəlbəcərdə isə biz qeyd edirik ki, Kəlbəcər Çıraq 1, Çıraq 2 su elektrik stansiyaları deməli mövcuddur. Həmçinin Kəlbəcərdə biz isti su mineral bulağını qeyd edirik. Daha doğrusu isti su mineral bulağını qeyd edirik. Hansı ki, bu sənaye belə deyək, emalı vasitəsilə Azərbaycanın digər rayonlarına da satışa çıxarılıb həmin bu isti su mineral suyu. Və biz burada Cəbrayılda, baxın, gördüyünüz kimi Cəbrayılda deməli qeyd edəcəyik ki, Araz Vadisi Sənaye Parkı, Araz Vadisi Sənaye Parkı biz qeyd eləyəcəyik ki, Cəbrayılda deməli inşa olunmaq üzrədir. Və burada etnik cəhətdən biz deməli kürdlərin olduğunu, həm Qarabağ iqtisadi rayonunda, həm də Şərqi Zəngəzur iqtisadi rayonunda kürdlərin olduğunu deməli qeyd eləməliyik. Aha, biz burada deməli sahəsinin 7,7 min kvadrat kilometr olduğunu qeyd edirik və burada əsas mineral ehtiyatlardan, baxın, polimetal filizləri var Mehmanədə. Qızıl biz Zod, Qızılbulaq, Vecnəli, Söyüdlünü qeyd edirik, əsasən Zəngilan ərazisində. Civə biz deməli Ağyataq, Şorbulaq, Lefçay. Kromit yataqlarında isə Göydər və İpəki qeyd eləyirik. Həmçinin bunda tikinti materialları da mövcuddur. Mineral bulaqlardan da biz qeyd edirik ki, İstisu və Minkənd mineral bulaqları deməli mövcuddur. Kənd təsərrüfatında isə biz nə üçün əlverişli şəraitləri var? İnkişaf eləməsə belə üzümçülük, tütünçülük, meyvəçilik, taxılçılıq və maldarlıq üçün deməli şərait mövcuddur. Ağalı kəndində, baxın, gördüyünüz kimi Zəngilanda biz hava limanını qeyd elədik və Zəngilanın Ağalı kəndində ağıllı kənd layihəsi deməli başa çatmışdır. Laçında biz Güləbir su elektrik stansiyasını, Kəlbəcərdə isə Kəlbəcər, Çıraq 1, Çıraq 2 səslərini biz qeyd elədik. Həmçinin Cəbrayılda Araz Vadisi iqtisadi zonası sənaye parkını biz qeyd elədik. Aha, əhalisinin isə biz burada 345 min nəfər olduğunu qeyd edirik və kürdlər də burada məskunlaşan deməli azsaylı xalqlardan biri sayılır. Daha sonra biz deməli Mərkəzi Aran iqtisadi rayonuna baxaq. Deməli Mərkəzi Aran iqtisadi rayonu. Gördüyünüz kimi Mərkəzi Aran iqtisadi rayonu burada deməli baxın bu cür işarələnib. Tərkibinə daxil olan inzibati rayonlar Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir
inzibati rayonlardır və Mingəçevir şəhəri də deməli yerləşir həmin bu mərkəzi aran iqtisadi rayonunda. Aha, biz deməli bunun sahəsini 6,69 min kvadrat kilometr, əhalisinin isə biz deməli 740 min nəfər olduğunu qeyd edirik. Mingəçevir həmçinin burada, daha doğrusu burada Mingəçevir Yevlax deməli sənaye qovşağı yerləşir. Həmçinin də Yevlax nə sayılır? Yevlax dedik ki, nəqliyyat qovşağı sayılan rayonlardan biridir. Burada təbii ehtiyatlardan biz nefti qeyd edə bilərik. Kürdəmirdə Mollakənd bələdiyyə yatağı Kürdəmirdə yerləşir və burada həmçinin biz deməli Varvara və Mingəçevir su elektrik stansiyalarını qeyd eləməliyik ki, deməli yerləşir həmin bu ərazidə. Həmçinin burada Azərbaycan dresi də su elektrik deməli Azərbaycan dresinin də biz Mingəçevirdə olduğunu qeyd edə bilərik. Aha. İndi biz baxaq deməli Mərkəzi Aran İqtisadi rayonunun xüsusiyyətlərinə. Tərkibində olan rayonları biz qeydlədik. Mingəçevir şəhəri də burada dedik ki, yerləşir. Deməli, əhəmiyyəti nə cürdür? Beynəlxalq və ölkə əhəmiyyətli. Burada Bakı-Ağstafa dəmir yolunu, həmçinin avtomobil yolunu görürük və ixrac olunan neft və təbii qaz kəmərlərinin də buradan keçdiyini biz qeyd edirik. Mingəçevirdə baxın, biz gördüyünüz kimi texniki rejim məhsullarının istehsalını qeyd eləməliyik. Düzən ərazi olduğu üçün burada biz deməli qışlaqlarını qeyd edirik. Yəni qışlaq belə deyək, qoyunçuluqda qışlaq kimi istifadə olunur həmin bu ərazilərdən və burada biz əsasən deməli isti ərazi olduğu üçün, aqroqlim ehtiyatları yüksək olduğu üçün pambıqçılığı qeyd edirik və həmçinin taxılçılığı, üzümçülüyü, bostançılığı biz burada qeyd eləməliyik. Pambıq parça istehsalı Mingəçevirdə, yunun ilkin emalı isə Yevlaxda qeyd eləməliyik. Mingəçevirdə həmçinin sənaye parkının mövcudluğunu biz qeyd edirik. Aha, biz dedik ki, Mingəçevir Yevlax sənaye qovşağı var, həmçinin Yevlax deməli nəqliyyat qovşağı var. Baxın, gördüyünüz kimi Kürdəmir Ləki, son illərdə isə Ləki-Qəbələ dəmir yolu xətti burada çəkilmişdir. Əhalisinin sayı da 743 min nəfər təşkil edir. Aha, biz vaxtın bitməsinə az qaldığı üçün dərsi burada saxlayaq. Yerdə qalan iqtisadi rayonlarda deməli gələn dərs keçə bilərik. Sualınız varsa sualınızı verin. Yoxdursa sağollaşaq.